Salam, əziz və dəyərli izləyicilərim, xahiş edirəm, bəylər ekrandan kənara çəkilsin. Bu videom sırf xanımlar üçündür. Mən hər bir mənə baxan, hal-hazırda məni izləyən Azərbaycan xanımlarına özlərinə dəyər verməyin, belə deyim də, yönlərini öyrədəcəm. Çünki sizə bir söz deyim, mənim əzizlərim. Siz özünüzə dəyər verməsəniz, siz özünüzü sevməsəniz, inanın ki, ətraf mühit, içi doğmalarınız olmaq şərti ilə heç kim sizə dəyər verməyəcək. Heç bir eybəcər qadın yoxdur. Bütün qadınlar, ələxüsusda Azərbaycan xanımları, hamınız bir-birindən gözəlsiniz. Amma yetər ki, özünüzə dəyər verəsiniz, gözəlliyinizə gözəllik gətirəsiniz. Bəzən özünü dəyərli bil, özünü sev, özünü belə deyim də əl çatmaz et deyəndə bəzi xanımlar elə başa düşürlər ki, bunun üçün nə lazımdır? Bunun üçün abartılı kosmetika lazımdır. Bunun üçün estetik əməliyyatlar lazımdır. Bunun üçün yuxarıdan aşağı baxmaq lazımdır. Özündən çox razı olmaq lazımdır. Hamını aşağılamalıdır. Xeyr. Bu heç də belə deyil. Sadəlik ən birinci gözəllikdir. Estetik, inanın ki, bir vaxt gələcək, artıq demək olar ki, gəlib, bu estetik gözəlliklər aradan götürüləcək, hətta dəbdən çıxacaq. Siz özünüzə dəyər verməyi bilirsiniz, necə dəyər verə bilərsiniz? Məsələn, mən necə edirəm? Məsələn, mən özüm üçün özümün kraliçamam. Yəni, məni tanıyanlar belə bilir. Sizə də bu kraliça, yəni şahzadə yəqin ki, Azərbaycan dilində, şahzadəlik tacını taxmağın yönünü sizə də öyrədim. Mənim üçün belədir həyatın mənası, yəni dəyərli olmaq, əlçatmaz olmaq, özünü sevmək mənim üçün belədir. Mənim özümün bir sərhədim var. Və o sərhədi mən özüm üçün cızmışam və mən öz sərhədimin həm qoruyucusuyam, həm mühafizəçisiyəm və o sərhəddən yaxınıma, özümə ancaq mənə dəyər verən, məni sevən, yenə də deyirəm, mənim üçün önəmli olan insanları mən o sərhəddən buraxıram. Bax, siz də belə olun, çox xahiş edirəm. Və özünüzə dəyər verdikcə görəcəksiniz ki, ətraf mühit sizə dəyər verir. İstər həyat yoldaşınız olsun, istər evladınız olsun, istər valideynləriniz olsun. Həm özünüz də sevgi verməyi bacarın, hamıya mərhəmətli davranın. Yenə də deyirəm, o özünüzü sevdirmək, özünüzə dəyər vermək o demək deyil ki, açıq-saçıq geyinmək. Xeyr, şəxsən mənim üçün ləyaqət ən böyük bir geyim, ən böyük bir moddur. Yəni, nədir Azərbaycan dilində? Dəb. Mənim üçün dəb ləyaqətli olmaqdır, bir mənalı şəkildə. Şəxsən mənə ləzzət eləyər ki, mən məsəl üçün qızıl da taxıram, brilliant da taxıram, ətirindən, gözəlindən istifadə edirəm. Məni tanıyanlar səhifəmə girsəniz, görərsiniz. Hər bir şeyin demək olar ki, ən gözəli, ən brendi, şükür olsun Allahıma ki, məndə var. Amma bunlar o demək deyil ki, yenə də deyirəm, mən özümdən razıyam, mən əl çatmazam, mən nə bilim nə, xeyr, belə şeylərlə olmur. Ləyaqətli geyinməklə bir dənə yadınızda saxlayın. Hər bir şey, hər bir insan əl çatmaz olduqca maraqlı olur. Bunu bir dənə bilin. Bir də özünüzü, bax, özünüzə istəyirsinizsə ki, sizə dəyər verilsin, özünüzü antik bir əsər bilin, bir xəzinə bilin. Sizin təkrarınız yoxdur. İnanın mənə, güvənin mənə. Və günü sabahdan mən deyənləri əməl etsəniz, həqiqətən də sevənlərinizin sayı, bütün ətraf mühit, iş yoldaşlarınız, hamısı sizə doğrudan da bir antik əsər kimi baxacaqlar. Çünki doğrudan da beləsiniz. Prosta özünüzün qiymətinizi bilmirsiniz, dəyərinizi bilmirsiniz. Sizin hal-hazırda mənə baxan gözəl xanım, hətta sənin də təkrarın yoxdur, mənim də təkrarım yoxdur. Yəni, mənim fikrimcə, bəlkə də kimsə razılaşmaya bilər məndən. Abırlı, həyalı, ləyaqətli, əl çatmaz, dəyərli olmaq ən gözəl xanım üçün ən gözəl gözəllikdir. Və belə olduqda həqiqətən də sizə, istər iş yoldaşlarınız, ətraf mühit, kim olur olsun, sizə doğmalarınız belə antik bir əsər kimi baxacaqlar, bir xəzinə kimi baxacaqlar. Çünki doğrudan da Azərbaycan xanımları əsərdir. Abırlı, həyalı olmaq da ki, bizim bu antik əsərimizin ən başlanıcısıdır. Başlıca olan bir səbəblərdən biridir mənim əzizlərim. Ona görə də istədim ki, bugün sizinlə bunu bölüşüm ki, siz hamınızın
başınıza necə o kraliça tacını qoymağı, necə dəyərli olmağınızın yollarını da öyrədim. Çünki hər bir şeyi sizlərlə bölüşürəm mənim əzizlərim və öz bədəninizə qulluq edin, sağlamlığınızı qoruyun və ən gözəl həyatda dünya görüşünüzün olması üçün çoxlu kitablar oxuyun. Çox xahiş edirəm. Kitabları oxuduqca həyata baxışınız da dəyişəcək. Necə ki mən gecəmi gündüzümə qatıb oxuyuram mənim əzizlərim. İdmanla məşğul olun, sağlam qidalanın, bol-bol ilıq su için, həyata gözəl baxın. Səhər-səhər durdunuz, birinci güzgünün qarşısına keçib şükürlərinizi edirsiniz ki, şükür ay Allah, nə gözəl bəndə yaratmısan. Bütün şükürlərinizi sayırsınız. Çünki güzgü həmən enerjini sizə qaytarır və Allah şükürlü, səbirli, ağzı dualı bəndəsini sevir əzizlərim. Doğrudan da o qədər gözəl həyatınız keçəcək ki, özünüz də gəlib yazacaqsınız ki, Məryəm xanım halal olsun, doğrudan da beləymiş. Artıq bizə də dəyər verirlər. Bizi də sevirlər mənim əzizlərim. Özünüzü həmişə yüksəkdə, yəni yüksək şeyləri, əl çatmaz şeyləri fikirləşin. Onları reallaşdırmaq üçün fikirləşin ki, yəni ən yüksəkdə olmağı. Baxın, mən 50 yaşıma qədər deyirdim ki, hətta qızım deyir ki, mama, mən balaca olanda sən deyirdin ki, həmişə televiziyaya baxanda mən tanınmış olacağam. Məni televiziyada göstərəcəklər. 50 yaşımda, indi 53 yaşım var. Təsəvvür edin, sizin Məryəm xanımınızı 50 yaşında televiziya verilişlərinə çağırdılar. Alo doktor verilişində iştirak etdim və bir çox verilişlərdə. İndi də verilişlərə dəvət alıram. Təsəvvür eləyə bilirsiniz, 53 yaşım var. Çünki mən cavanlığımdan o yüksəkləri fikirləşdim. O əl çatmaz, özüm əl çatmaz olduğum kimi arzu etdiyim şeylər də əl çatmaz idi. Və bir çalışırsan ki, o əl çatmaz arzularına çatmaq üçün ancaq həyatda arzularınla yaşayırsan və onları həyata keçirdirsən və nəyi fikirləşirsənsə, onu da həyatına çəkirsən. Mənim əzizlərim, başqa Məryəm xanımın qızıl qaydalarını bilmək istəyirsinizsə, sağlamlıq qrupuna qoşulmaq istəyirsinizsə, mütəxəssisə, əsl diyetoloq, nutrisioloqa həyatınızı əmanət etmək istəyirsinizsə, buyura bilərsiniz. Xanımlar üçün qrupum ayrıdır, bəylər üçün qrupum ayrıdır. İli 20 manatdır. Bircə dəfə 20 manat ödəməklə bir il qrupda qalırsınız. Qəbizlikdən, qazdan, köfdən azad olursunuz. Amma mən sizi aptekaya göndərməyəcəm. Mən sizə arıqlama çayı, arıqlama kopyası satmayacağım. Çünki onlar dəhşət saçır mənim əzizlərim. Qrupuma gəlməsəniz belə onlardan istifadə eləməyin. Və başqa dini rituallarım, özünüzə güvəni yaradacağım. Sizdə gözəl xanımlar, buyura bilərsiniz. Amma nömrəmi videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə tələffüz edəcəm əzizlərim. Necə tələffüz edirəmsə o cürə də yaddaşa salın. Rusiyada yaşadığım üçün nömrəm Rusiya nömrəsidir. Rusiyanın WhatsApp nömrəsidir. Tire qoymayın, nöqtə qoymayın, əvvəlinə 0012 55 70 qoymayın əzizlərim. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, inanın ki, şükürlər özdə böyük bir nemətdir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.